Salam. 26 aprel 3-cü zona 9-cu sinif suallarına baxırıq. 57. Qrafiklə verilmişdir. A parametrini ala biləcək tam qiymətlərin cəmini tapılır. Qollar yuxarıdırsa bilirik ki, A müsbət olur. A böyük 4-dür. Buradan da alırıq ki, A böyükdür nədən? 1-dən. Və eyni zamanda qrafikdən görürük ki, bu fx-dir, bu da jx-dir. Yəni fx jx-dən kiçikdir. Solda yerləşirsə, fx-in əmsalı daha doğrusu. Demək ki, 4-a çıxılsın 16 kiçikdir, 2-a çıxılsın 2-dən. Buradan da alınır ki, A 7-dən kiçikdir, 7-dən kiçikdir, 4-dən böyükdür, 1-dən böyükdür. Bunların kəsməsi 4-7 intervaldır. 5 və 6 tam qiymətlərinin cəmini tapın. Cavabımız 11. Tənlər sistemini həll edin. Birinci tənli 2-yə vuraq. İkincisini, birinci tənli 3-ə vuraq, ikincisini 2-yə vuraq. 8x 6y mənfi 24. Əblağı toplası, bunlar islah olunur. Qalır 11x mənfi 33, x mənfi 3. X yenə mənfi 3 gətirib yazısı, birincidə yazır, bir tane də yazısı. Qalacaq mənfi 3 çıxılsın 2y mənfi 3-dür, x də 0-dır. Mənfi 3, 0, yəni A variantı. Qarşı qədər D variantı şifa görünür. 1 tam, %3. Yəni tam hissəsi də var, kəsr hissəsi də var. Demək qarşı qədərdir. İlk 100 ədəddən neçəsi 2-yə bölünür, onu tapırıq. 50-si. Neçəsi 5-ə bölünür, onu tapırıq. 20-si. Neçəsi həm 2-yə bölünür, həm 5-ə. Onun üçün 100-ü bölərik 2 və 5-in əkobuna, yəni 10-a. Demək ki, 2-yə bölünənlər, bir də 5-ə bölünənlər olur, ayrısı. Hər ikinə bölünən 10 ədəd var. 2-yə bölünən 50 ədəd varsa, onun 10-u ortaqdırsa, demək 40-ı yalnız 2-yə bölünəndir. 5-ə bölünən 20 ədəd var, demək ki, 10-u yalnız 5-ə bölünəndir. Buradan görmək olur ki, 60 ədəd 2 və ya 5-ə bölünür. Yəni tam bölünür. Yəni ki, bunu nəzərdə tuturlar, 5-ə tam bölünür. Onda neçəsi bölünmür? 100 ədəddən 60-ını çıxarıq, 40-ı demək ki, nə 2-yə, nə də 5-ə tam bölünmür. Bu eynilikdir. Eynilikdirsə, buradan görmək çətin deyil ki, bu 9B imiş ki, 9 orta quru çıxardırıq və A plus B qalır. Demək, K 9-dur. Kör bucaq iti bucağının 2 dəfə böyükdür. Bunların bir tərəf bucaqların cəmi paraleli varsa, paralelində paraleli var. Bunların cəmi 180-dir. Daxili bir tərəf bucaqların cəmi x-i tapırıq 60. Demək 60-dır, 120-dir. Qarşı bucaqlar eynidir, 60-dır, 120-dir. Tənli elədim. Vergilər vursu burada 2-yə də ixtisar eləsi. 7x 36. X olur 7'də 36 və yaxud 5 tam 7'də 1. 5 tam 7'də 1. Tənli əllədim. Orta mərc gətirisi 20'də orta mərc. Bu mənfi 3 atayız sağ tərəfə. Demək burada 20 buna bölünür 4'ə, 5'də bölünür, 5'ə 4'də bölünür. 15 y çıxılsın 10. 3 vur 4 12 üstə 4 y. Burada qalır 19 y çıxılsın 22 bərabərdir mənfi 60. 19 y mənfi 60 üstə gəl 22. 19 y mənfi 38. Y olur mənfi 2. Üç bucağını bilirik ki, daxil bucağının cəmi 180'dir. Əgər ikisinin cəmi 149-sa, yenə tapmaq üçün 180-dən 149-a çıxırıq. 31 dərəcə. İfadəni sadələşdirin. İxtisar eləsi burada nələr gedir? Y-lər gedir, bu heç. X-in kvadratını X-in kubu gələndə burada bir dənə X qalır. Z ilə Z dörtgəndə Z-in kubu qalır.
5'e bir dəfə, 5 dəfə, 9'a bir dəfə, 2 dəfə. Demək qaldı 10x bölünsün z-in kubu bəli. Bir variant. Romun sahəsi diagonalsının yarısıdır. Yəni S yaza bilərik ki, D1 vur D2 bölünsün 2, 96'dır. D1'e 3K, D2'ye 4K dersək, bölü 2, 96'dır. 6 K'nın kvadratı 96'dır. K'nın kvadratı 16'dır. K da 4'dür. Onda K 4 ise Romu diagonalları 1 olur. Demək neçə? 12, digər olur 16. 12 ise olur 6, 6, 16 ise olur 8, 8. Burada Romda diagonal perpendikulardır. Burada olur 10. Bize nəyi soruşur? Romun hündürlüyünü soruşur. Romun hündürlüyünü tapmaq üçün buradan bir hündürlük ata bilərik. Bu simmetriya mərkəzidir. Bunlar eyni olacaqdır. Birini tapıb 2'ye bura. H bərabər də AB bölsəyini yazıram. 10. 4,8. Burada 4,8'dir. Burada 4,8'dir. Ümumi hündürlüyü olur 9,6. Və yaxud hazır düstur da var rombun hündürlüyü üçün. D1, D2. Kökdə D1 kvadrat plus D2 kvadrat. Bunu da yazma olardı. 68. 54% qaldı. 54% qaldısa demək ki o planın %'dən 54% çıxır. Planın neçə faizin? 46%'in yerinə yetirib. Demək ki 46% 1242'dir. Aylıq planı nə qədərdir? 100% x. X'i tapmaq üçün 1242'ni 100'ə vurub 46'ya bölürük. Cavablardan görürüz ki tam bölünür. İndi bunu dəqiqləşdirək. Demək 2 dəfə 92'ni çıxanda neçə qalır? 92'ni çıxanda demək 30, 322 322 də 7 dəfə yəqin ki 7 dəfə. Bəli. 2700 plan buymuş. Tənasübdən çarpaz vursa 10x 12'dir. X də 12 bölü 10 1,2'dir. Dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə. X nədən kiçikdir? -12'dən. Ən böyük tam ədədi -13'dür. Bəli. Kubun həcmi A kubdur. Əgər A-nı 7 dəfə artırsaq, onda kubun həcmi yəni A kub 7'nin kubu dəfə artar. 7'nin kubu 343 verir. Bir kökün altına bula vursuq müxtəsərdir. 12'nin kvadratı çıxılsın. 4 kökdə 5'in kvadratı. 144 çıxılsın. 80. 65, 80. 64 edir. Kök alırıq 8. ABC 104'tür. ABC'ni tapın. Əgər bu 104'dürsə bunun bu tərəfində olan bucaq, yəni 1-2 tam bucaq 360'dır. 360'dan çıxarıq 104'ü. 104. 256. Bu olur 256. Bu mərkəz bucaq 256 ise buna uyğun olan daxil bucaq bunun yarısıdır. 256'nın yarısı bölünsün 2. 128 dərəcə. Müxtəsərdir. 7'ni orta vuruş kimi çıxarsa A plus B qalır. Mənfiyyətini daha doğrusu. Bunların cəmi eləyir 6 tam 13'də 13. Lap yaxşı. Yəni 7. 7'nin kvadratı çıx 7 vur 7. Bu toplam sualdır. 49, 49, 0. Otaqda olan otaqda olan şagirdlərin orta imtahan balı 74'dür. Daha bir şagird. Daha ki N şagirdi var. N nəfər şagird. Orta balı 74. Onda onların yığdığı ümumi bal 74 vur N olar. 94 olan bir şagirdin də ümumi bal olur. Üstə gəl 94. Şagirdlərin sayı olur N plus 1 nəfər. Orta balı 79'a yükseldi. Demek ki orta bal 74'ün plus 94 bölünsün N plus 1 79 oldu. Evvel ortadan neçə nəfər vardı? Biz buradan N'ni tapmalıyıq. N sual. Çarpaz vursu
79n plus 79 bərabərdir 74n plus 94. Buradan alınır ki 5n bərabərdir 5n bərabərdir 94 çıx 79. 5 nə olur neçə 15, yəni də olur 3. Demək ki, əvvəl 3 şagird vardı. Ondan kiçik mürəkkəb əllər. 4, 6, 8, 9. B isə 1, 2, 4, 10'dur. Birləşməsinin elementlərini tapın. A ilə B-nin birləşməsi olacaq 1, 2, 4, 6, 8, 9 və 10. Birləşmə bundan ibarətdir. Sayını soruşursa bir neçə olur? 2, 4, 6, 7 olur. 77. AOC-ni bizə verib 24. FOD-ni verib 46. YOB olsun X. Bu 46 ise qarşı bucaqlar eyni olduğuna görə burada olur 46. Və bilirik ki, açıq bucaq 180 dərəcə olmalıdır. 24, 46 toplamda edir 70. 70 üstə nə gəlsək 180 olar. Cavabımız 110 dərəcə. 77 idi bu. 78. Artıq ətraflı yazılardı. Bəli, demək 78 icazə olana baxaq. 28. A nöqtəsindən eyni zamanda 2 nöqtə. A nöqtəsindən eyni zamanda 2 nöqtə, 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Deyir ki, 2 dənə çevrədir. Bu da A nöqtəsidir. Eyni zamanda 2 nöqtə, 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Deyir ki, biri belə hərəkətə başlayır, digəri də belə hərəkətə başlayır. Biri 36 saniyədən sonra A nöqtəsinə, digəri 63 saniyə sonra A nöqtəsinə çatır. Əkyob tapılacaq əlbəttə ki. Çünki bizdən soruşur ki, bu nöqtələrin ilk dəfə ən kiçik orta bölünən lazımdır. Əkyobdur belə. Ən kiçik orta bölünən əkyobdur. Demək, burada əkyob neçəni tapmalıyıq? Əkyob 36 ilə 63-ü tapmalıyıq. 36, 63. Buradan orta vuru çıxarda bilərik. 9-u çıxardırıq. Neçə qalır? 4 ilə 7. 4, 7 qarşılıqlı sadədir. Yəni əkyob onların hasilidir. Cavabımız olur 2, 7 hətta 18, o da 7, 25, 252. Demək ki, 252 saniyədən sonra. 79. Üçbucağın tərəfləri birbirine paraleldir. DF 30'dur. AB 120'dir. AC 90'dır. BC 150'dir. Aralar hər 5 metrdən 5 metrdən 1 əkilir. Cəmi neçə ağac əkildi? A və D cəbhələrindən başlayaraq. Yaxşı. Birisi oxşar olduğuna görə, paralel şərtinə görə, bunun tərəfləri paraleldirsə, paralel varsa oxşarlıq var. X-i deyib X-i tapa bilərik. Yazarıq ki, 120-nin X-ə nisbəti
bərabərdir 150-nin y-ə nisbəti, o da bərabərdir 90-ın 30-a nisbəti. Yəni 3-ə. Buradan x-i 40 tapırıq, y-i 50 tapırıq. Və indi bunların perimetrlərini toplayıb, 2-dən 3 buradır. Bunların perimetrlərini toplayıb 5-ə böləcəyik. Dairə tapa bilərdik, sonra ağacların sayını toplayardıq. Demək, birincinin perimetri olur 120, o da 90, o da 150, 210, 360. Digər perimetrin bir-bir toplamadan da tapa bilərik. Çünki tərəfi 3 dəfə işləyirsə, perimetri 3 dəfə işləyir. Yəni 120-dir. Bölünsün 5. Bu da olur 480 bölünsün 5. Yəni 96. 96 belə. Demək ki 96 ağac əkilmişdir. 80-ci suala baxırıq. Demək, eyni koordinat müstəvisində 2-dən çevrədir. Hərəsindən bir nöqtə götürülürsə, bu nöqtə arasında ən böyük məsafəni tapın. Deyək ki, 2-dən çevrədir. Bunun mərkəzləri, demək, birinin mərkəzi, indi təqrir məşələ çəkilən, -3 ilə 2, -2-dir. Deyək ki, -3, -2, digəri 5, 1, 4-dür. -3, -2. Təqribən 3-cü rubletdir. -3 ilə -2 budur. Deyək ki, bunda mərkəz olsun 5 ilə 4. Sonra radiuslarına gəlincək. Məsələn, bu çevrənin radiusu 3-dür. Birinci çevrənin radiusu neçədir? Bunun da radiusu 4-dür. İndi şərtə baxırıq ki, deyir ki, elə nöqtələr götürəcək ki, onlar arasında məsafə ən böyük olsun çevrələrində. Məsafənin ən böyük olması üçün biz o nöqtələri belə götürərik. Belə götürək ki, o məsafə ən böyük olsun. Birini burada götürək, deyək ki, A nöqtəsi olsun, bir də bu bir olsun. Ən böyük məsafə bu ola bilər. Bir məsafəni tapmalıyıq. Əvvələn burada iki nöqtə arasındakı məsafəni taparıq. Buranı taparıq. Deyək ki, bu O1, O2 olsun. Olsun, düsturumuz var. O1, O2 məsafəsini tapırıq. Kökün altında 5 çıx -3-ün kvadratı. Yəni 5 çıx -3 8-in kvadratı. 4 çıx -2-nin, yəni 6-nın kvadratı. Bu da edir 10. Radius 4-dür. Bunda bu qırağa, bu hissəyə neçə qalıb? Bu hissəyə 4 qalıb. Həmçinin digər hissəyə burada 3 qalıb. Və buranı da tapdıq. Neçə? Buranı da 10 tapdıq. Onda ümumi bizdən soruşulan ən uzaq məsafə AB məsafəsi 4 plus 10 plus 3. Yəni neçə olur? Yəni 17 olur. Və 81. 81. Məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəddir. Sürəti isə 1 olan adi kəsrlər verilmişdir. Demək istəyir bir şəkildə adi kəsrlər, alikvot kəsrlərdir. Bu kəsrlərdən təsadüfən seçilmiş birinin sonunlu kəsr şəklində yazıla bilməsi siyasi ehtimal tapır. Bu da aslında ehtimaldır. Biz bunun sayını tapaq. Neçə burada ədəd var? Düz bunun şifahi yolumuz da var. Bunlar çıxır, bundan 1 çıxır. İntervallı çünki 23 dənə ədəd var. Demək, ümumi olan sayı 23 dənə kəsir var. Neçəsi sonludur? Sürəti 1 isə ixtisar olmayan kəsirdir. O zaman məxrəcin sadə vuruqları 2 və ya 5-lərdən ibarət olmalıdır sonluğun kəsir olması üçün. Bunu ödəyən 8-də 1-dir. Çünki 8 ancaq 2-lərdən ibarətdir. Yəni 2 vurur, 2 vurur. Ancaq 2-lərdən ibarət sonludur. Sonra 10-da 1-dir. 2 və ya 5-lərdən ibarətdir. Sonra 16-da 1-dir. Ancaq 2-lərdən ibarətdir. Demək sonludur. 20-də 1-də sözsüz ki, sonludur. Çünki 2-dən 2 var, 2-dən 5 var. Sonludur. Yox, 20-də 1, 2-dən 2, 1-dən 5 var. Bəli, bu da sonludur. Başqa var mı? Başqa 25 olar. Yəni, bəli, 25-də 1-də sonludur. 2-dən 5 var. Başqa yoxdur. Demək ki, 1, 2, 3, 4, 5 dənə sonluq kəsir tapa bildik. Bir də baxaq. Demək 8-də 1, 10-da 1, 16-da 1, 20-də 1 və 25-də 1. Bəli, doğrudur. Bu qədər. Sağ olun.